Salam əziz şagirdlər. 6-cı sinif ingilis dili iş dəftərindən Unit 7, səhifə 38, Grid Audience bölməsini izah edəcəm. Böyük ideyalar, böyük fikirlər, Language Reference, dil xülasəsi, Past Continuous and the Past Simple, keçmiş davam edici zaman və keçmiş sadə zaman. When anda əndə deməkdir. I was walking down İstiqlaliyyət Street when I saw her. Mən onu görəndə İstiqlaliyyət küçəsi ilə gedirdim. While, arkən, ərkən. O zaman ki. I learned to cook while I was living in Spain. Mən İspaniyada yaşayarkən yemək pişirməyi öyrəndim. While we were watching a film that was making dinner. Biz filmə baxarkən atam şam yeməyi hazırlayırdı. We use while, past continuous for past actions in progress. Biz while-i keçmişdə davam edən hərəkətləri bildirmək üçün istifadə edirik. We use when, past simple for past events at a particular moment. Biz when'i keçmiş sadə zamanlarda istifadə edirik. Keçmişdə baş verən hərəkətləri bildirdikdə istifadə edirik. Deməli, while, arkən, ərkən, when, anda, əndə. Əziz şagirdlər, onu qeyd edim ki, when keçmiş zamanla işləndikdə, cümlədə when olanda, keçmiş zamanla işləndikdə, cümlənin o biri tərəfi mütləq keçmiş zamanda olan, ya keçmiş sadə zamanda, ya keçmiş davam edici zamanda və yaxud da keçmiş bitmiş zamanda olur. Keçmiş bitmiş zaman yuxarı sinif şagirdlərinə aiddir. Ona görə də mən keçmiş davam edici zamandan söhbət etmək istəyirəm. Bilirik ki, keçmiş sadə zaman anda, əndə ilə işlənir və bilirik ki, keçmiş sadə zaman feillərin sonuna id şəkilçisi artırmaqla və yaxud tərkibindən dəyişməklə düzəlir. Keçmiş davam edici zamanı isə düzəltmək üçün biz to be köməkçi feilinin keçmiş zaman formaları was, were və əsas feilin sonuna ing şəkilçisi artırmaqla düzəldirik. When tərəfdə keçmiş sadə zaman olduqda, digər tərəfdə isə keçmiş davam edici olur. While arkən, ərkən deməkdir. While'ın hər iki tərəfində keçmiş davam edici zaman işlənə bilir və yaxud da while'ın bir tərəfində keçmiş davam edici zaman, digər tərəfində isə keçmiş sadə zaman işlənir. When'dən fərqli olaraq while'ın hər zaman yanında keçmiş davam edici zaman işlənir. Possessive pronoun, yerlik əvəzliyi. Mine, mənimki, yours, səninki, his, onunki, hers, onunki, ours, bizimki, theirs, onlarınki. Yerlik əvəzliyindən danışarkən onu qeyd edim ki, yerlik əvəzliyi özü iki cür olur. Aslı olan və ya müstəqil işlənən yerlik əvəzliyi. Aslı olan yerlik əvəzliyi həmişə özündən sonra isim tələb edir. Məsələn, my book, mənim kitabım, mənim nə? Kitabım. Lakin müstəqil tərəf isə özündən sonra mütləq xəbər tələb edir. Ya cümlənin əvvəlində və yaxud da ortasında, sonunda da gələ bilir. Lakin müstəqil tərəfdən fərqli olaraq aslı olan
Cümlənin əvvəlində gələndə özündən sonra isim, ortasında gələndə yenə özündən sonra isim gəlir, sonda isə gələ bilmir. Keçək cümlələrə və onlara verilən suallara. Whose kimin deməkdir? Həm aslı, həm də müstəqil yəlik əvəzliyindən işlənir. Whose jumper is this? It is my jumper. It's mine. Mənim jumperimdir. Mənimkidir. Whose headphones are these? Kimin qulaqçıqlarıdır bunlar? They are your headphones. Onlar sənin qulaqçıqlarındır. They are yours. Onlar səninkidir. Whose jacket is this? Kimin jaketidir bu? It is my brother's. Bu mənim qardaşımındır. It's his. Onunkudur. His pen is this. Kimin qələmidir? It's my mom's. Mənim anamındır. It's hers. Onunkudur. His shoes are these. Bunlar kimin ayaqqabılarıdır? They are our shoes. Onlar bizim ayaqqabılarımızdır. They are ours. Onlar bizimkidir. Whose motorbike is this? Bu kimin motosikletidir? It's their motorbike. Bu onların motosikletidir. It's theirs. Onlarınkidir. Innovations verbs. İnovasiya feilləri. Become, olmaq. Build, tikmək. Create, yaratmaq. Discover, kəşf etmək. Fly, uçmaq. Invent, ixtira etmək. Start, başlamaq. Take, götürmək. Aparmaq. Use, istifadə etmək. Teknoloji, texnologiya. Battery, batareya. Headphones, qulaqçıqlar. Keyboard, klaviatura. Printer, çap makinəsi. Screen, ekran. Tablet, planşet. Səhifə 39-un izahı və kəbləri, lüğət. Birinci, circle the correct options. Düzgün variantı dairəyə al. Birinci, in 1783, two Frenchmen flew in a hot air balloon in Paris. 1783-cü ildə iki fransız Parisdə isti hava şarı ilə havaya uçdu. İkinci, scientists discovered two planets outside the solar system in 1992. Alimlər 1992-ci ildə Günəş sistemindən kənarda iki planet kəşf etdilər. Üçüncü, in 208, Barack Obama became the first African American president of the United States. 2008-ci ildə Barack Obama Amerika Birləşmiş Ştatlarının Afro-Amerikan prezidenti oldu. Dördüncü, Russell Creech took the first digital photograph in 1957. Russell Creech 1957-ci ildə ilk rəqəmsal şəkli çəkdi. Beşinci, Sir Tim Berners-Lee invented the World Wide Web in 1989. Sir Tim Berners-Lee 1989-cu ildə World Wide Web-ni ixtira etdi. Altıncı, in the 1950s, a lot of young people started to wear jeans. 1950-ci illərdə çoxlu gənc cins şalvarlar geyinməyə başladı. İkinci tapşırıq. Put the letters in the correct order and complete the sentences. Hərfləri düzgün sıraya qoyun və cümlələri tamamlayın. Birinci, Mary Anning discovered the fossils of a lot of dinosaurs. Mary dinozavurların birçok fəsillərini kəşf etdi. İkinci, Ralph Baer
created the first video game. Ralph deməli ilk video oyununu yarattı. Üçüncü, the company used all the jumpers and the t-shirts to make new clothes. Deməli, kampaniya və yaxud şirkət köhnə sviter və futbolkalardan istifadə edərək yeni paltarlar hazırladı. 4. Baron Karl Andrews built the first bicycle in 1817. Baron Karl Andrews 1817-ci ildə ilk velosipedi yarattı. 5. Nancy Johnson invented the first ice cream make in 1843. Nancy Johnson 1843-cü ildə ilk dəfə dondurma hazırlayanı ixtira etdi. Janet Jackson became the first American woman to be president of a country. Janet Jackson bir ölkənin prezidenti olan ilk Amerikalı qadın oldu. 3-cü tapşırıq. Name images 1-6 with the words below. Biz deməli göstərilən sözlərlə şəkilləri birləşdirəcəyik. Batareya, headphones, qulaqçıqlar, keyboard, klaviatura, printer, çap makinəsi, screen, monitor, tablet, planşet. Birinci keyboard, klaviatura, ikinci şəkil bateri, üçüncü şəkil screen, dördüncü şəkil tablet, headphones, altıncı şəkildə printer. Dördüncü tapşırıq. Circle the correct options. Düzgün variantı dairəyə al. Birinci, this is small computer. O kiçik bir kompüterdir. Təbii ki, söhbət burada tabletdən gedir. Planşettir. İkinci, you look at this part of a cell phone, computer or TV. Burada screen'dir, monitor. Sən mobil telefonun, kompüterin və televizorun bir hissəsinə baxırsan. These on your ears to listen to music, headphones. Qulağına taxarkən sən musiqi qulaq asırsan. Dördüncü, these objects gives electricity to cars, cell phones and radios. Battery maşınları, mobil telefonu və radioları elektrik verir. Onları elektriklə təchiz edir. 5. One of the parts of a computer with letters on it. Üzərində hərfləri olan kompüterin bir hissəsidir. Keyboard. 6. You use this to make a lot of copies of document. Sənədin çoxlu nüsxəsini çıxarmaq üçün istifadə edirik. Printer. Səhifə 40. Grammatika. Complete sentences with the correct past continuous form of the verb. Biz mütəzzidə göstərilən feili düzgün keçmiş davam edici zamanda yazaraq cümlələri tamamlayacağıq. Birinci, Paul was doing his homework while I was having a shower. Mən duş qəbul edərkən Paul ev tapşırığını edirdi. While we were riding our bikes, you were waiting for a bus. Biz velosipedlərimizi sürərkən siz avtobus gözləyirdiniz. Dad was frying the vegetables while I was mixing the eggs. Atam mən yumurtaları qarışdırarkən atam tərəvəzi qızardırdı. Alex and Theo were playing a video game while I was having breakfast. Mən səhər yeməyi yeyərkən Alex və Theo video oyunlar oynayırdı. 5. While my mom was studying to become a doctor, my dad was working as a teacher. Anam həkim olmaq üçün oxuyarkən mənim atam müəllim işləyirdi.
6. While you were getting off the train, I was getting on the train. Qatardan düşərkən mən qatara minirdim. İkinci tapşırıq. Söküz the correct options. Düzgün variantı daireye al. We were playing volleyball in the park when we were seeing or saw him. Deməli biz parkda voleybol oynayarkən burada bilirsiniz ne olacaktır? So'nu düzgün götürülübdür. Bilirsiniz niye göre so'dur? Çünkü when'dən sonra həmişə keçmiş sadə zaman olduğu üçün. When we were saw him. Biz onu görəndə o parkta voleybol oynayırdı. I was walking to school when I remembered it was Enzo's birthday. Mən Enzo'nun ad günü olduğunu hatırlayanda məktəbə gedirdim. He saw the accident while he was driving the work. O maşın sürərkən hadisəni, qəzanı gördü. 4. When Rachel Christ took the first digital photography, he was making images for his wife. O ilk dəfə rəqəmsal şəkli çəkərkən öz arvadını təsəvvür edirdi. I was reading my book when I heard a shot from the kitchen. Mən mətbəxdən səs eşidəndə kitab oxuyurdum. Kışkırtı eşidəndə kitap okuyordum. 6. When I saw Camilla, she was rushing for the train. Mən Camilla'nı görəndə o qatara tələsirdi. 3. Cross out the incorrect words and write the correct words. Burada biz səhvləri tapacağıq və onu düzgün formada yazacağıq. Whose tablet is this? Kimin tabletidir? It's my. Ola bilməz. It's mine. Mənim tabletim yazılmalıdır. My tablet. Bu mənimkidir. The man stopped us and looked in our bags. Bu səhvdir. Burada our olmalıdır. The man stopped us and looked in our bags olmalıdır. Bizi dayandırdı və bizim çantalarımıza baxdı. They know our address, but we don't know their. Yox, theirs. Biz onun adresini bilirik, onlar ise bizimkini bilmir. This is my cell phone. Yox, this is my cell phone. That one is Yotos. Bu mənim mobil telefonumdur. O ise Yutos'un. 5. That's Victor's pizza. Bu Victor'un pizzasıdır. Yours has got more cheese on it. Səninkinin üzərində çoxlu pendir var. Your əvəzinə yours olmalıydı. 6. Those aren't Hans' earphones. Bu Hanna'nın kulakçıkları değil. Onunki qaradır. Hers are black olmalıydı burada. 4. tapşırıq. Complete the sentences with the correct possessive pronouns. Biz boş yerlərə düzgün yerlik əvəzliyini yazarak cümləni tamamlayacağıq. It's your tablet. It's yours. Bu sənin tabletindir. Bu səninkidir. They are Anna's jeans. They are hers. Onlar Anna'nın cinsidir. Onlar onunkudur. It's our cars. It's ours. Bu bizim maşınımızdır. Bu bizimkidir. 4. They are Philips headphones. Onlar Philip'in kulakçıklarıdır. They are his. Onunkudur. That's my bike. That's mine. Bu mənim velosipetimdir. Bu mənimkidir. That's my parents' computer. That's theirs. Bu mənim valideynlərimin kompüteridir. Bu onlarınkidir. Reading. Oxu. 1. Look at the ticks and tick the correct answer. Düzgün burada göstərilən dairələri hansı doğrudursa, mətnə uyğundursa işarələyəcəyik. Öncə biz mətni oxuyaq, sonra birinci suala keçərik. It was around 1870 and an American boy called Chester Greenwood was doing his favorite thing,
ice skating when his ears started to hurt. Bu təxminən 1870-ci ildə idi. Chester Greenwood adlı Amerikalı oğlan ən sevdiyi işi edirdi. O buz üzərində xizək sürərkən onun qulaqları onu incitdi. Ağrımağa başladı. They were so cold. Onlar çox soyuq idi. He lived in Maine, in the United States, and in winter it was very cold. O Amerikanın Maine ştatında yaşayırdı və qışda orada çox soyuq olurdu. Chester put his hands over his cold ears but then it was difficult to skate. Chester əlləri ilə qulaqlarını tutdu, lakin bu zaman sürmək çox çətin oldu. He tried covering his head with a hat, but his ears were still cold and they still hurt. O çalışdı ki, əvvəlcə başına şapka taxmağa çalışdı. Qulaqları yenə də soyuqda qalırdı və ağrıyırdı. Then Chester had an idea. Sonra Chester'in bir ideyası oldu. He made two circular covers for his ears and connected the covers with a fine piece of metal. O qulaqları üçün iki dairəvi örtük hazırladı və onları nazik metal parçası ilə birləşdirdi. He then put his invention on his head. Sonra o öz ixtirasını öz başına qoydu. He created the world's first earring və o ilk qulaqçığı yaratdı. He could not skate and his ears were warm. O indi sürə bilirdi və onun qulaqları isti olurdu. His friends wanted earmuff for their cold ear and he made some for them. Dostları da belə qulaq örtüyü istədilər və o onlar üçün də hazırladı. A few years later, Chester built a factory to make earmuffs. Bir neçə il sonra o qulaq örtüyü, qulaqçıqlar üçün istehsal edən fabrik qurdu. By 1883, his factory was making 50,000 every year. 1880-ci ilə qədər onun fabriki hər il 50.000 ədəd qulaqçıq hazırladı. Birinci tapşırığa qayıdaq. Birinci tapşırıqda was is it an email, a blog post, a web page. Əlbəttə ki web page. İkincidə what is it about? Ice skating in winter, winter in Maine, USA. A boy who invented something, a boy who invented something. İkinci tapşırıq. Read the text and write true or false next to the statement. Göstərilən cümlələrin mətnə əsasən səhv və ya doğru olduğunu boş yerlərdə qeyd edəcəyik. Birinci. Chester Greenwood didn't like ice skating. False. O xizək sürməyi sevirdi. Winters were not cold in the place where he lived. False. Deyir, onun yaşadığı yerdə qış soyuq olmurdu. Chester's ears were very cold while he was skating. True. O sürərkən onun qulaqları, xizək sürərkən onun qulaqları üşüyürdü. He invented something to keep his ears warm. Yes, burada doğrudur. True. O deməli qulaqlarını isti saxlamaq üçün nəsə ixtira etdi. Əlbəttə ki, Chester's friends didn't like his invention. Chester'in dostları onun ixtirasını sevmədilər. False. 6-da he built an earmuffs factory. True. O özünə qulaqçıq fabriki tikdi, yaratdı. Üçüncü tapşırıq. Write answers to the questions. Suallara cavab verək. Where did Chester live? Harada yaşardı? He lived in Maine.
in the United States. Amerika Birleşmiş Ştatları müayyinesinde yaşardı. İkinci, what did Chester like doing best? He liked ice skating best. Üçüncü, what happened when Chester went skating? His ears got very cold and started to hurt. Dördüncü, how did he connect the two circular covers? He connected them with a piece of metal. Two piece of metal. Beşinci, what did his friends want? They wanted earmuffs for their cold ears. How many earmuffs did Chester factory make in 1883? He made 50,000 earmuffs every year. Əziz şagirdlər, növbəti dərslərdə səhifə 42-43-ün izahını verəcəm. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Ümid edirəm ki, izahlarım ürəyinizcə oldu. Bu tip izahların ardının gəlməsi üçün kanalıma abunə olub dəstək olmağı, like atmağı, dostlarınız arasında paylaşmağı unutmayın. Bye bye.